Salam dostlar, hər birinizi xoş gördük. Bu gündən etibarən düşünürəm ki, artıq YouTube-a keçid eləməyin vaxtı idi. Və onu bildirmək istəyirəm ki, artıq biz bu YouTube kanalında qrafik dizaynla bağlı olan nəinki dərsliklərə, hətta bu mövzu ilə bağlı olan hər bir mövzuya toxunmağa çalışacağıq. Bugünkü mövzumuzu əslində istəyirəm bir balaca süni intellekt mövzusuna toxunaq və Adobe şirkətinin bizə qazandırdığı bəzi müsbət funksiyalardan yararlanaq. Bunun üçün əslində ilk planlaşdırdığım mövzulardan biri watermark simvollarının təmizlənməsidir. Bilirsiniz ki, əvvəllər bu mövzuda biz çox çətinlik çəkirdik. Yəni bunların təmizlənməsi bizim bir xeyli vaxtımızı aparırdı, amma süni intellektin bizə gətirdiyi müsbət faydalardan biri də budur ki, artıq çox vaxtımız getmədən biz bu watermarkları təmizləyə bilərik. Prosesə başlamazdan öncə sizdən artıq dərəcədə xahiş edirəm ki, YouTube-a abunə olasınız və məni izləyəsiniz. Bu arada üzr istəyirəm ki, hal-hazırdakı məkan, görüntü tam olaraq o deyil, ancaq bu mövzuya diqqət çoxalsa və siz tərəfdən abunə sayı artsa, izləyici sayı artsa, təbii ki, daha yaxşı çəkilişlər ediləcəkdir. Mövzuya keçid eləməzdən öncə bildirmək istəyirəm ki, mən hal-hazırda Adobe Photoshop'un beta versiyasından istifadə edirəm, amma bu demək deyil ki, orijinal versiyada, yəni Photoshop'un öz versiyasında siz bu funksiyadan istifadə edə bilməzsiniz. Lakin onu qeyd etmək istəyirəm ki, süni intellektdən yararlana bilməyiniz üçün hesabınız orijinal hesab olmalıdır və bunun üçün də Adobe'un rəsmi saytından siz abunəlik əldə etməlisiniz. İndi istəyirəm ki, mövzuya bir balaca giriş edək artıq. Burada hal-hazırda şəkili görürsünüz ki, üzərində watermarklar qeyd olunub. Bəs yaxşı, bu watermarkı hansı formada necə təmizləmək olar? İlk növbədə burada gördüyünüz kimi lasso tool funksiyası var və bu lasso toolu seçirik. Ardından hər bir watermarkın olduğu ərazini shift düyməsinə basılı vəziyyətdə saxlayaraq hər birini seçirik. Əgər shift düyməsinə basılı vəziyyətdə saxlamasaq nə olacaq? Hər birini ayrı-ayrı seçəcək, yəni kollektiv şəkildə seçən deyil. Hər birini seçdik, bir balaca eybəcər seçə bilərəm, amma düşünürəm ki, bu problem deyil. Və nəhayət aşağı hissədə belə bir bar görəcəksiniz. Əgər ki, bu barı görmürsünüzsə, Window bölməsindən Contextual Taskbar bölməsini aktivləşdirə bilərsiniz. Bu bölməni aktivləşdirdikdən sonra Generative Fill bölməsinə klikləyirsiniz. Generative Fill bölməsi əslində burada hər hansısa bir xüsusi qeydim varsa, həmin qeydi yaza biləcəyim bir bölmə ilə gəlir, amma adətən bu tip silmə, təmizləmə funksiyalarında bu mətni qeyd etməyə ehtiyac yoxdur. Burada əmin olun ki, siz Photoshop'un, daha doğrusu Adobe şirkətinin Firefly süni intellektini seçmişsiniz. Hal-hazırda Nano Banana da artıq Photoshop'a inteqrasiya edilib, ancaq məndə Photoshop betanın biraz köhnə versiyasıdır. Ona görə update eləməmişəm, ona görə də Nano Banana hal-hazırda əks edilmir və generate etdikdən sonra baxaq nəticəyə. Voilà. Nəticə göz qabağındadır, kifayət qədər təmiz, kifayət qədər səliqəli bir şəkildə təmizlədi. Ola bilər ki, şəkil bir balaca orijinalından fərqlənsin, amma sağ olsun ki, yəni belə olan halda bizə 3 dənə variant verir. 1, 2, 3. Bu variantlardan hər hansısa birini seçib orijinal şəkildə dəyişdirə bilərsiniz. Onu qeyd etmək istəyirəm ki, dostlar, watermarkla bağlı məsləhət görürəm ki, təbii ki, hər bir şeyin orijinal formasından istifadə edəsiniz, lakin bəzi hallarda ola bilər ki, dizaynerlərin belə bir şeyə ehtiyacı olsun və düşündüm ki, ilk videomuz belə bir mövzu ilə bağlı yararlı bir video olmalıdır. Gələn görüşlərə dək, hələlik.